görüləcək iş haqqında bizə heç bir məlumat verməyiblər ki, biz bu işi görmək istəyirik. Abşeron rayonunda faciəvi hadisə baş verib. Hadisə Saray qəsəbəsində Yeni Qəbirstanlıq adlanan ərazidə hazırda dayandığım məhz bu ünvanda qeydə alınıb. Belə ki, paytaxt sakini olan 47 yaşlı Ramin Mehdiyev məhz ərazidə elektrik işləri görən zaman ehtiyatsızlıq nəticəsində naqilə toxunub və bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. Məlumata görə qəbirstanlıq ərazisində çalışan fəhlə ehtiyatsızlıq nəticəsində elektrik cəryanı vurması səbəbindən həyatını itirib. Belə ki, orada işləyən Bakı şəhər sakini 47 yaşlı Ramin Mehdiyev qəbirstanlıqda yerüstü abadlıq işləri görərkən elektrik naqillərinə toxunub. Nəticədə onu güclü elektrik cəryanı vurub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, Ramin Mehdiyevin həyatını xilas etmək mümkün olmayıb. O hadisə yerində dünyasını dəyişib. Hadisənin ilkin versiyasına görə ölüm ehtiyatsızlıq davranışı nəticəsində baş verib. Qəbirstanlıq ərazisində iş görülən zaman elektrik naqillərinin təhlükəsizlik məsafəsi nəzərə alınmayıb. Həmin ərazidə elektrik xətləri açıq vəziyyətdə olub və əvvəl də təhlükə yaratdığı barədə məsul şəxslərə xəbərdarlıq edilib. Bizə məlum olduğuna görə dünən Saray qəbirstanlığında qəbir üzərində talvar işi görən ustanı elektrik cəryanı vuraraq öldürmüşdür. Hadisənin tam təfərrüatını bilmirik, yəni məlumatımız bu qədərdir. Hazırda hadisə ilə bağlı ekspertiza təyin olunub. Faktla bağlı Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Nizami Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.